Bir çox gənclər o gənc yaşlarını, yəni 18-25 belə deyək, bütün gününü işə verərək uğurlu olmağa çalışır və 90%-ində alınmır. Yəni mən bunlara başa salanda ki, biraz həyatı da yaşamaq lazımdır. Həyatı yaşamadıqca o uğur gələ bilməz. Çünki 100 dəfə oxumaqdansa bir dəfə görmək 100% yaxşıdır. Backpacklə, nə bilim, hosteldə qalıb, yeni dostlar tapıb, yeni imkanlar özünüzə daha sürətlə aça bilərsiniz. Nəinki 20 yaşında gedib hansısa şirkətdə 9-5 çalışıb karyera qurmağa çalışasınız. Dünyanın top 5-nə daxil olan birjanı idarə edirsiniz. Bu məsuliyyət sizə necə təsir edir? Əslində biz birja olaraq sıfır komissiyadan pul qazanmırıq. Çünki və sıfır komissiya eləyirsə, demək biz başqa yerdən bir pul qazanmağa çalışırıq. Və həmişə hamı məndən soruşur ki, bəs sıfır komissiya pul da qazanmırsınız, necə iş tutulur? Yəni birja pulu hardan qazanır? Sizcə proyektləri quranların founderləri proyektin inkişaf etməməsində ən böyük səhvi məhsulun yaxşı olmamasıdır, yoxsa məhsulun hazır olduqdan sonra bazara düzgün təqdim edilməməsidir? İnsanlar düşünür ki, ideya çox önəmlidir də, fikirlərini heç kimə demək istəmirlər. Elə bilər ki, bu ideya ancaq onların ağlına gəlir. Amma əslində ideyanın heç bir dəyəri yoxdur. Sizcə Azərbaycandan böyük texnoloji şirkətlərin çıxmasına nə çatışmır? Azərbaycanda bürokratiya var. Startap quran bir adam nəyinir? 3 dənə gənc olur, oturur, pizza sifariş eləyir, evdə səhərə qədər kod yazır, 3 dənə dostuna, nə bilim, Instagram post hazırladır, bir adamdan demo eləmək istəyir və siz gəlirsiniz bu gəncə deyirsiniz ki, mühasib tut, böyün açdır, SMS gəlsin,